Salam, hər vaxtınız xeyir olsun. Bugün mən sizə Dahi Akademinin martın 29-u keçirdiyi blok sınaq imtahanının tarix fənni üzrə sualların izahını verəcəm. Başlayaq 31-ci sualdan. Augsburg müqaviləsinin şərtlərinə aid deyil. Bildiyimiz kimi Augsburg müqaviləsi olmuşdu 1555-ci ildə. A variantında protestantlara din azadlığı verildi. Bəli, bu doğru variantdır. Almaniyada dini müharibəyə son qoyuldu. Bəli, bu reformasiya nəticəsində olmuşdu, imzalanmışdı və dini müharibəyə son qoyulmuşdu Almaniyada. C variantında deyir, təbəələr öz dinini seçməkdə sərbəst idi. Bu yanlış variantdır. Niyə görə? Çünki hər bir hökmdar öz dinini seçməkdə sərbəst idi, amma təbəələr hökmdar hansı dini seçərdisə, o dini seçməli idilər. Ona görə də cavabımız elə C variantıdır. D-də katoliklər protestantların etiqad azadlığını tanıdı. Bəli, bu da doğrudur. Katolik kilsəsinin bölünməsi rəsmən qəbul edildi. Bəli, bu da doğru variantdır. 1555-ci ildə cavab C variantıdır. 32. Mannada ilk dəfə canişinlik sistemi yaradan hökmdardan fərqli olaraq Ullusunu, bildiyimiz kimi ilk dəfə canişinlik sistemini İranzu yaratmışdı. İranzudan fərqli olaraq Ullusunun etdiyi bir hadisəni tapmalıyıq. A variantında hakimiyyətinə qarşı üsyan qalxmışdır. Hər ikisinin də hakimiyyətinə qarşı üsyan qalxıb. Həm İranzuya, həm də Ullusunuya. Ona görə A variantı getdi. Eradan əvvəl 8-ci əsrdə hakimiyyətdə olmuşdur. İkisi də 8-ci əsrdə hakimiyyətdə olub. Bu da gedir. Dövründə Urartunun işğal etdiyi Manna torpaqları geri qayıtmışdır. Hər ikisinin də Assurun köməkliyi ilə Urartu işğalında altında olan torpaqlar geri qaytarılmışdır. Bu da gedir. Assurla ittifaqı pozmuşdur. Bəli, cavabımız D variantıdır. Assurla ittifaqı pozan hökmdar Ullusunu olmuşdur. Bu da Ullusunun İranzudan ən böyük fərqidir. Y-də 2-ci Sarqonla müttəfiqlik yaratmışdır. Hər ikisi də 2-ci Sarqonla müttəfiqlik yaradır. Düzdür, Ullusunu bir müddət bu müttəfiqliyi pozsa da sonradan yenidən bu müttəfiqliyə sadiq qalır. Cavab D variantıdır. 33. Birinci səlib yürüyüşü nəticəsində yaranmış dövlətlərə aid deyil. Bildiyimiz kimi 1096-1099-cu ildə olmuşdu bu səlib yürüyüşləri. Bu dövlətlərə aid olmayan da burada olacaq Navarra krallığı. Yəni Edessadır, Qüdsdür, Antioxiyadır, Tripolidir. Bunlar hamısı yəni cavabımız B-dir. Bunlar hamısı birinci xaç yürüyüşü nəticəsində yaranmış dövlətlərdir. Birinci xaç yürüyüşü, bir də dördüncü xaç yürüyüşü nəticəsində də Latin imperiyası adlanan dövlət yaranmışdı. Cavabımız ona görə də B variantıdır. 34. Sacilərlə rəvvadilərin oxşar cəhəti. Şimal sərhədlərinin Dərbəndə qədər uzanması. Xeyr, sacilərin şimal sərhəddi uzanmışdı, amma rəvvadilər cənubda yaranan dövlət olduğuna görə Dərbəndə qədər gedib çatmamışdır. A variantı getdi. Paytaxtının Ərdəbil olması. Bəli, cavab elə B variantıdır. Sacilərin də paytaxtı Ərdəbil olub, daha sonra Salarilərin də paytaxtı Ərdəbil olub və rəvvadilər də Salarilərə son qoyaraq həmin Ərdəbili tutub özlərinə dövlət yaratmışdılar. Cavab B variantıdır. C-də Şirvanşahları tabe etməsi. Şirvanşahları sacilər tabe edib, amma rəvvadilər tabe etməyib. Samanilərlə mübarizə. Samanilərlə mübarizə sacilərdə Yusif ibn Əbu Saca aiddir təkcə. Türk mənşəli dövlətlər olması. Sacilər türk mənşəlidir, amma rəvvadilər ərəb mənşəli dövlət olmuşdur. Ona görə də cavab B variantıdır. 35. Məziyyətlərin iqamətgahı olmuşdur. İslam dünyası ilə Xristian dünyası arasında strateji qala idi. Şəddadilər dövründə daha da böyümüşdür. Yəni burada əsas bizə nə yol göstərir? Elə Şəddadilər dövründə daha da böyüməsi. Hansı şəhər böyüyə bilər? Şəddadilərin paytaxtı böyüyə bilər. Şəddadilərin də paytaxtı olmuşdu B variantı, yəni Gəncə. Məziyyədilərin də bəli 859-cu ildə Məhəmməd ibn Yezid tərəfindən məziyyədilərin də mərkəzi Bərdədən Gəncəyə köçürülmüşdü. İslamla Xristian dünyası arasında da strateji qala rolunu oynamışdı Gəncə şəhəri. B variantı. 36-ya baxaq. Xəritəyə əsasən 2-ci əsrdə Şəkinin Böyük Dəhnə kəndində tapılan yazı hansı dövlətə aiddir? Burada söhbət Yunan yazısından söhbət gedir, yəni Yunanistandan 4-dən söhbət gedir. Cavab D variantıdır. 37-yə baxırıq. Uyğunluq gözlənilməmişdir.
Qara Yusif 1412-ci ildə Şirvanşah 1-ci İbrahimin qoşunlarını məğlubiyyətə uğratdı. Bəli, Kür çayı sahilindəki döyüşdə 1-ci İbrahimin qoşunlarını məğlubiyyətə uğradır. Doğrudur. B-də 1475-ci ildə Moskva knyazı 3-cü İvan öz elçisini Bayandurlu sarayına göndərdi. Bəli, bu da doğru variantdır. C-də Qoyulu-Hisar döyüşündə Ağqoyunlu dövləti Osmanlıları məğlub etdi. Qoyulu-Hisar döyüşü olmuşdu 1461-ci ildə. 1461-də də hələ Ağqoyunlular dövlət olmamışdı. Dövlət yaranır 1468-də. Ona görə də uyğunluq elə C variantında pozulub. D-də 1467-ci ildə Muş döyüşündə Qaraqoyunlu dövləti məğlub oldu. Muş döyüşündə Qaraqoyunlu dövləti məğlub olur. Bəli. Ağqoyunlulara məğlub olur, Uzun Həsənə məğlub olur. Ona görə D-də düzdür. Y-də 1488-ci ildə Şahdağ döyüşündə Şeyx Heydər öldürüldü. Bu da doğru variantdır. Cavabımız C variantıdır. 38. Cədvələ əsasən dövlətlərin 16-cı əsr tarixinə aid uyğunluğu müəyyən edin. Fransa, Baş Ştatlar adlanan məclis çağırıldı. Baş Ştatlar adlanan məclis 1302-ci ildə çağırılmışdı. Yəni, bu 16-cı əsrə aid deyil. Bu getdi. 2-də Uod-Tayler üsyanı baş verdi. Uod-Tayler üsyanı da 14-cü əsrdə baş vermişdir və heç Fransa tarixinə də aid deyil. Uod-Tayler üsyanı İngiltərədə baş vermişdir. Ona görə 2-də yanlışdır. 3-də Burbonlar sülaləsi hakimiyyətə gəldi. Bəli, 1594, yəni 16-cı əsrin sonlarında Burbonlar sülaləsi Fransada hakimiyyətə gəldi. Bu doğrudur. İngiltərə 4. Kresi döyüşündə Fransa ordusuna qalib gəldi. Kresi döyüşündə Fransa ordusuna bəli 1346-cı ildə İngiltərə qalib gəldi. Amma 1346 olduğuna görə, yəni bizdən yuxarıda 16-cı əsri soruşduğuna görə bunu da götürmürük. 5-də Anglikan kilsəsi yarandı. Bəli, İngiltərədə 16-cı əsrdə Anglikan kilsəsi yaranmışdı. Doğrudur. İspaniya donanmasını məğlub etdi. İspaniya donanmasını 1588-ci ildə məğlub etmişdi. İngiltərə, bəli, bu da doğrudur. Altında doğru kimi götürürük. 7-də kəndli müharibəsi baş verdi. 1524-25-ci illərdə Almaniyada, bəli, kəndli müharibəsi baş verir. Tüdorlar sülaləsi hakimiyyətə gəldi. Tüdorlar sülaləsi İngiltərədə hakimiyyətə gəlir 1485-ci ildə. Ona görə səhvdir. Jaklar üsyanı da Fransada baş verir, Almaniyada yox. Ona görə də bu da səhvdir. Cavabımız olacaq 3, 5, 6, 7. Yəni cavabımız D variantı olacaq 38-ci sualda. 39-cu suala baxırıq. Fraspa döyüşü ilə Qanıq döyüşü arasında oxşar cəhət. Fraspa döyüşü eradan əvvəl 36-cı ildə Roma ilə Atropatena arasında olmuşdu. Qanıq döyüşü isə eradan əvvəl 65-ci ildə Roma ilə Albaniya arasında olmuşdu. A variantında deyir Romalıların məğlub edilməsi. Romalıların məğlub edilməsi yalnız Fraspaya aiddir. Qanıq döyüşündə Romalılar qalib gəlmişdi. Ona görə A variantına atırıq. Eyni əsrdə baş verməsi. Eyni əsrdə bəli. Hər ikisi də eradan əvvəl 1-ci əsrdə baş vermişdi. Elə cavabımız B variantıdır. Albaniya ilə Roma arasında biz dediyimiz kimi Fraspa Atropatena ilə Roma arasında olmuşdu. Atropatena ilə Roma arasında Qanıq döyüşü Albaniya ilə olmuşdu. Roma imperiyasına qarşı baş verməsi, baxın, eradan əvvəl 36-da, eradan əvvəl 65-də həmin dövrdə Romanın respublika dövrü idi. Biz bilirik ki, eradan əvvəl 27-ci ildən Romada imperiya dövrü başlayır. Ona görə də Y variantını da atırıq. Cavab B variantıdır. 40-cı suala baxırıq. 15-ci əsr memarlıq abidələrindən deyil. 85 saray kompleksi bu 15-ci əsrə aiddir. Yəni bizdən deyili olmayanı soruşur, götürmürük. Qeysəriyyə bazarı, bəli, Həsən Padşah tərəfindən Təbrizdə tikilmişdi. Bu da 15-ci əsrdə, götürmürük. Buğurd qalası, bəli, bunu götürürük. Çünki Buğurd qalası 12-ci əsrdə tikilmişdi. Ona görə də bizdən də deyili soruşur, götürürük. Şirvanşahlar saray kompleksi. Bu da 15-ci əsrə aiddir. Ona görə götürmürük. Möminə xatun türbəsi də 12-ci əsr memarlıq abidəsi olduğuna görə götürürük. Cavabımız olacaq 3 ilə 5, yəni C variantı. Gəldik 41-ci suala. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Qaraqoyunlu dövləti, Ağqoyunlu dövləti 3-də də oxşar cəhət. Azərbaycanı vahid halda birləşdirmişdir.
Bunu heç birinə götürmürük. Çünki nə Qaraqoyunlu, nə Ağqoyunlu, nə mərkəzləşmiş dövlət ola bilmədilər, nə də Azərbaycanı vahid halda birləşdirə bilmədilər. A-nı atırıq. Yəni A olan variantları da atırıq beləliklə. Qaldı əlimizdə A-na Y variantı. Osmanlılarla müharibə aparmışdır. Osmanlılarla müharibə aparan Ağqoyunlular olmuşdur. Yəni 2-yə götürürük B-ni. Yəni Qaraqoyunlular heç vaxt Osmanlılarla müharibə aparmayıb. Dövlətin ərazisi 2 yerə parçalanmışdır. 2 yerə parçalanan da olmuşdu Ağqoyunlu dövləti 1500-cü ildə Əpər sazişi ilə Teymurilərlə mübarizə aparmışdır. Teymurilərlə hər ikisi də həm Qaraqoyunlu, həm də Ağqoyunlular hər ikisi də Teymurilərlə mübarizə aparıb Şirvanşahları tabe etmişdir. Şirvanşahları da tabe eləyən olmuşdu Qaraqoyunlular. Yəni 1412-ci ildə Kür döyüşündə Şirvanşahları Şeyx İbrahimi tabe eləmişdi Qara Yusif. Cavabımız olacaq 41-ci testdə A variantı. 42. Eradan əvvəl 5-ci əsr Yunanistanda demos və eradan əvvəl 3-cü əsr Romada plebeylər üçün oxşar cəhət. Biz bilirik ki, eradan əvvəl 5-ci əsrdə Romada əhali vəzifə tutmaq imkanı qazanmışdı. Yəni Periklın islahatları nəticəsində və vəzifəyə görə maaş alırdı. Eyni zamanda 3-cü əsrdə Romada da plebeylər vəzifə tutmaq imkanı qazandı və Romanın tam hüquqlu vətəndaşlarına çevrildilər. Ona görə də elə 42-də cavabımız olacaq C variantı. Xalq tribunu seçmək hüququ A-da, məsələn, tribun Romadadır. Yunanistanda tribun yoxdur. Borc əsarətindən xilas oldular. Yunanistanda borc əsarəti eradan əvvəl 6-cı əsr Solon islahatlarına aiddir. Romada da eradan əvvəl 4-cü əsrə aiddir. Bu da getdi. Borca görə qul edilmələri qadağan edildi. Bu da Yunanistanda eradan əvvəl 6-cı əsrə aiddir. Orduda xidmət etməkdən imtina etdilər. Xeyr, bu da yanlış variantdır. Cavabımız olacaq C. 43. Azərbaycanda Səlcuq ağalığı dövründəki yeni növ vergilərə aiddir. Yeni növ vergiləri. Silah bahası, bəli, 1. Sonra uc vergi növü deyil, torpaq sahibliyi idi. Ona görə bu getdi. Nal bahası, bəli, bu da doğrudur. Daha sonra 4-də İqta Səlcuqların dövründən yaranmamışdı, ərəblərin dövrünə aiddir. Yəni düzdür, Səlcuqlar dövründə də olmuşdu, amma bizdən yeni vergi növlərini soruşur, İqtanı götürə bilmərik. Şərab bahası, bəli, bu da doğrudur. Cavabımız olacaq 43-cü sualda A variantı. 1, 3, 5. Gəldik 44-ə. Xəritəyə əsasən Xarəzmşah zülmünə qarşı Usta Bəndər üsyanının baş verdiyi ərazini müəyyən edin. Bildiyimiz kimi Usta Bəndər üsyanı Gəncədə baş vermişdir. Gəncə də buradan xəritədən görürük ki, 2-dir, B variantıdır yəni. Sonra 45. Mətnə əsasən dövrün xüsusiyyətini müəyyən edin. 751-ci ildə Talas döyüşündə Çinlilər ərəblərə məğlub olub geri çəkildilər. Lakin həmin torpaqlara ərəblər deyil, Moyonçurun başçılığı ilə Uyğurlar sahib oldu. A-da bundan sonra ərəblərlə Uyğurlar arasında münasibətlər pozuldu. Xeyr, belə bir variant yoxdur. Çin Uyğurlar üzərinə hücuma keçdi. Xeyr, Çin belə bir variant da doğru deyil. Uyğurlar üzərinə hücuma keçməmişdi. Bu da yanlışdır. Uyğurlara Çinə müdaxilə etməyə şərait yarandı. Bəli, bu doğrudur. Moyonçura şərait yarandı ki, bundan sonra Çinin üzərinə hücumlar eləsin. Moyonçura qarşı narazılıqlar yarandı. Xeyr, elə Moyonçur hakimiyyətə gələn vaxtın narazılıqla qarşılanmışdı, lakin sonradan bunların qarşısını almışdı. Çinin Sin sülaləsinin imperatoru Moyonçurdan kömək istədi. Çinin Sin sülaləsi olmamalıdır burada. Burada Tan sülaləsi olmalıdır. Ona görə yanlışdır. Cavabımız olacaq C variantı. 46. Səfəvilərin 16-cı əsr tarixinə aid uyğunluğu müəyyən edin. Mahalları Qolbəyi idarə edirdi mahalları. Bəli, mahalları əslində yanlışdır bu. Mahalları naibləri idarə edirdi 16-cı əsrdə. Qolbəyi isə idarə eləməyə başladı 17-ci əsrdən. Ona görə bir yanlışdır, götürmürük. Daha sonra 2. Amudəryadan Fərat çayına qədər geniş ərazilərə yiyələnmişdir. Amudəryadan Fərat çayına qədər geniş ərazilərə
Bəli, 1510-cu ildən sonra, Mərv döyüşündən sonra bu ərazilərə yiyələnmişdi. Yəni 2 doğrudur. Paytaxtı Qəzvindən Təbrizə köçürülmüşdür. Xeyr, əksinə, Təbrizdən Qəzvinə köçürülmüşdür. Bu yanlışdır. Hind okeanına çıxış yolunu itirmişdir. Bəli, 1510-cu ildə Hörmüzü itirməklə, Portuqallara itirməklə Hind okeanına çıxışını itirdi. Cavabımız olacaq B variantı 2, 4. 47. Cədvələ əsasən Osmanlı hökmdarlarına aid uyğunluğu müəyyən edin. 1-ci Murad, 1-ci Süleyman. Deməli, Murada aid baxırıq. Bolqarıstanı asılı hala salır. Bəli, bu doğru variantdır. 1-ə A-nı götürürük. Dünyada ilk dəfə sultan titulu qəbul edən hökmdar olmuşdur. Xeyr, ilk dəfə sultan titulu qəbul edən Sultan Mahmud Qəznəli olmuşdur. 1-ci Murad isə Osmanlıda götürə bilərik sultan titulu qəbul edən. Ona görə bu yanlışdır. C-də Maltepe döyüşü nəticəsində Bizansı asılı hala salır. Maltepe döyüşü nəticəsində Bizansı asılı hala salan bu Orxan Qazinin dövrünə aiddir. Ona görə bunu da götürmürük. 1-ci Sultan Süleyman Fransız tacirlərinə imtiyazlı ticarət hüquqları verir. Bəli, bu doğru variantdır. Fransa ilə yaxınlaşır Habsburqlar sülaləsinə qarşı və onlara da imtiyazlı ticarət hüquqları verir. B-də Portuqaliya üzərində qələbə qazanır. Portuqaliya üzərində qələbə qazanmaq 1-ci Sultan Süleymanın dövrünə aid deyil, 2-ci Səlimin dövrünə aiddir. Yanlışdır. Ona görə də 1529-cu ildə Viyananı mühasirəyə alır. Bəli, bu mühasirə uğursuz olsa da mühasirəyə alması doğru variantdır. Deməli 1A, 2-də də A-la C-ni götürəcəyik. Cavabımız D variantıdır 47-də. 48. Osmanlı dövlətinə aid döyüşlərin xronoloji ardıcıllığını müəyyən edin. Deməli, Çirmən döyüşü olmuşdu 1371-ci ildə. Kosova döyüşü olur 1389-da. Kresi döyüşü ümumiyyətlə Osmanlı dövlətinə aid deyil. Bunu yanlışdır. 1346-da olub, amma Osmanlı dövlətinə aid deyil. Niqbolu döyüşü olur 1396-da. Malatya döyüşü də bildiyimiz kimi 1473-cü ildə baş verir. Deməli, 48-də cavabımız necə olacaq? Y variantı. 1, 2, 4, 5. Yəni sıralamamız belə olacaq Y variantı. 49. Şərqi Qaraxanlı dövlətinə son qoydu. Şərq Qaraxanlı dövlətinə son qoyur Qarakitaylar. Monqol mənşəli tayfalar olmuşdu və Qarakitaylar tərəfindən son qoyulmuşdu. Qərbi Qaraxanlıya isə Xarəzmşahlar tərəfindən son qoyulmuşdu. Gəldik 50-ci suala. Hansı bənddə səbəb-nəticə əlaqəsi pozulmuşdur? Səbəb, Neolit dövründə insanlar oturaq həyata keçmişdi, sənətkarlıq inkişaf etmişdi. Bəli, bu doğru variantdır. Yəni, bunu götürmürük. Ox və kamanın yaranması qida ehtiyatının artması. Bəli, ox və kaman yaranmışdı. Mezolit dövründə insanlar daha uzaq məsafədən ov etməyi öyrəndilər, təhlükəsiz ov əldə etdilər və qida ehtiyatı da bunun nəticəsində çoxaldı. 3-də xış əkinçiliyinin yaranması, ata xaqanlığının meydana gəlməsi. Xış əkinçiliyinin yaranması da bəli, xış ağır güc tələb etdiyindən buna görə də kişi əməyinə ehtiyac duyuldu və buna görə də ata xaqanlığı meydana gəldi. 4-də dəmirdən istifadənin genişlənməsi, metaldan istifadəyə başlanması. Xeyr, bu yanlış variantdır. Niyə görə? Çünki dəmirdən istifadənin genişlənməsi ilə metaldan istifadə başlanmayıb. İlk metal olmuşdu mis. Yəni misin kəşf olunması ilə metaldan istifadəyə başlanmışdı. Dəmirlə yox. Ona görə də cavabımız elə D variantı olacaq. 4-dür. 5-də də süni suvarmanın yaranması, bağçılıq, bostançılığın inkişaf etməsi. Bəli, süni suvarma da yaranır erkən tunç dövründə, amma bağçılıq bunun da nəticəsində bağçılıq, bostançılıq inkişaf eləyir. Bağçılıq, bostançılıq da orta tunç dövründə yaranmışdı. Cavabımız elə 4-dür, D variantı. 51. Xəritəyə əsasən dünyada ilk dəfə parlamentin çağırıldığı ölkəni müəyyən edin. Parlament ölkələrə diqqət eləsək 1 İspaniyadır, 2 Fransadır, 4 Almaniyadır,
5 İtaliyada, 3 də İngiltərədir. İlk dəfə parlament çağırılıb 1265-ci ildə İngiltərədə. Cavabımız olacaq Y variantı 3. 22-ci sual. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Dehli Sultanlığı, Moğol dövləti. 16-cı əsrdə mövcud olmuşdur. 16-cı əsrdə hər ikisi də mövcud olmuşdur. Həm Dehli, həm Moğol. 1526-cı ilə qədər Dehli, 1526-da da Dehliyə son qoyur, Moğol dövləti yaranır. Yəni A-nı 3-ə götürürük. Mərkəzləşdirilmiş dövlət olmuşdur. Mərkəzləşdirilmiş dövlət yalnız Moğol dövləti olmuşdu. Dehli Sultanlığı mərkəzləşmiş dövlət olmamışdı. Ona görə də 2-yə B-ni götürürük. Monqollarla mübarizə aparmışdır. Monqollarla mübarizəni isə Dehli Sultanlığı aparmışdır. 1-ə C-ni götürürük. İslamı zorla yaymışlar. İslamı da zorla yayan Dehli Sultanlığı olmuşdur. Yəni biz bilirik ki, Moğollarda İslam zorla yayılmamışdır. Hətta cizyə vergisini də Babur ləğv elətdirmişdi. 1-ə C ilə D-ni götürəcəyik. Cizyə vergisinin ləğv olunmasını da götürdük kimə? Babur şahın dövrünə. Yəni 52-də cavabımız olacaq A variantı. 1CD, 2BY, 3-ə də A variantını götürəcəyik. Açıq tipli test tapşırıqlarına gəldik. 53-də Monqolların Azərbaycana birinci yürüyüşündən fərqli olaraq ikinci yürüyüşü zamanı ələ keçirilən şəhərləri müəyyən edin. Burada cavabımız olacaq Təbriz, Dərbənd, Gəncə. Yəni Təbriz şəhəri birinci yürüyüşdə 3 dəfə xərac verilir, tutula bilmir. İkinci dəfə isə 1231-ci ildə Təbrizi ələ keçirirlər. Gəncə şəhərini 1235-də ələ keçirirlər, yəni ikinci yürüyüş zamanı. Dərbəndi də 1239-da elə Dərbəndin tutulması ilə də Monqolların Azərbaycanı işğalı başa çatdırır Monqollar. Yəni cavabımız 2, 3, 5 olacaq. 54. Döyüşlərdən hansı Ağqoyunlu və Osmanlı dövlətləri arasında baş verməmişdir? Malatya döyüşü. Malatya döyüşü olub 1473-də, bəli, Ağqoyunlu ilə Osmanlı arasında baş verib. Qoyulu Hisar döyüşü. Baxın, bayaqki testimizdə də dediyimiz kimi Qoyulu Hisar döyüşündə Ağqoyunlu hələ dövlət deyildi. Yəni 2-ni götürəcəyik 54-də. 2 doğrudur. Yəni Ağqoyunlu ilə Osmanlı dövləti arasında baş verməyib. Dövlət deyildi hələ Ağqoyunlu. Beyşəhir döyüşü. Beyşəhir döyüşü də bəli, bu da doğrudur. Yəni bunu da götürmürük. 1472-də Ağqoyunlu Osmanlı dövlətləri arasında olub. Çaldıran döyüşü. Çaldıran döyüşü də Səfəvi Osmanlı dövlətləri arasında olub. Ona görə götürmürük. Otluq beli, yəni əslində 4-ü götürürük. Çünki bizdən baş verməyəni soruşur. 2 ilə 4-ü götürürük. Otluq beli də 1473-cü ildə olmuşdu. Bu da Ağqoyunlu ilə Osmanlı dövləti arasında olmuşdu. Ona görə də cavabımız olacaq 2, 4. 55-də xronoloji ardıcıllığı müəyyən edin. Bizans imperiyasının varlığına son qoyulması. Bu olacaq 1453. Deməli, 1453-də Bizansın varlığına son qoyulur. Terek çayı sahilində Toxtamışın qalib gəlməsi. Terek döyüşündən söhbət gedir. Bu da 1495-də olur. Böyük Monqol dövlətinin yaranması da 1206-cı ildir. Deməli, cavabımız olacaq 3, 2, 1. 56. Şah 1-ci Abbasın yaratdığı Azərbaycan bəylərbəyliyinin ərazisinə daxil olmayan vilayətləri müəyyən edin. Deməli, cavabımız olacaq. Daha doğrusu Zəncanı götürmürük. Zəncandır, Xalxaldır, Qaradağdır. Bu ərazilər daxil idi. Quba ilə Şəki daxil deyildi. Yəni 3 ilə 5 bu ərazilərə daxil deyildi. Daha sonra gəldik 57-ci testə. Uyğunluğu müəyyən edin. Uluq bəy, Mahmud Qaşqari, Ömər Xəyyam. Divan-ı Lüğəti türk əsərini yazmışdır. Divan-ı Lüğəti türk əsərini yazmışdı. Deməli, Mahmud Qaşqari 1077-ci ildə, yəni 2-yə A variantını götürəcəyik. Daha sonra adı ayın xəritəsinə daxil edilmişdi. Bu isə Uluq bəydir. 1-ə B-ni götürəcəyik. Daha sonra Cəlali təqvimini tərtib etmişdi. Cəlali təqvimində Ömər Xəyyam tərtib etmişdi. Məlikşahın şərəfinə, Məlikşah cədvəli.
Nizamiye mədrəsəsini açdırmışdır. Nizamiye mədrəsəsini Alparslanın göstərişi ilə açılmışdı. Ona görə də bunu heç birinə götürmürük. Səmərqənd Rəsədxanasının inşasına rəhbərlik etmişdi. Səmərqənd Rəsədxanasının da inşasına rəhbərlik eləyən Uluq bəy olmuşdu. Deməli cavabımız olacaq 1B-Y, 2A, 3-ə də C variantını götürəcəyik. Açıq suallara baxaq. Mənbələrin məlumatına görə şəhərdə zəlzələ nəticəsində bir çox binalar və qalalar dağıldı. 40 mindən artıq adam öldü. Şəhərin müdafiə qabiliyyəti uçub dağıldığından hökmdar Vəhsudan başqa qalaya köçdü. Şəhərin bərpa işləri başa çatmamış Səlcuqların yürüşünə məruz qaldı. Burada söhbət nöqtələrin yerinə uyğun gələn şəhəri müəyyən edin. Təbriz zəlzələsindən söhbət gedir və Təbriz şəhərindən söhbət gedir. Təbriz şəhəri də bilirik ki, 1042-ci ildə zəlzələ baş verən zaman Rəvadilərin paytaxtı idi. Rəvadi hökmdarı da Vəhsudan olmuşdu həmin dövrdə. 59-da mətndə bəhs olunan şəhərdə neçənci ildə zəlzələ baş vermişdi? Bunu da indi dedik, 1042-ci ildə. Mətndə bəhs edilən dövlətə nə zaman və kim tərəfindən son qoyulmuşdu? Mətndə bəhs olunan dövlət deməli Rəvadilər dövlətidir. Rəvadilər dövlətinə də 1065-ci ildə Səlcuq hökmdarı Alparslan tərəfindən son qoyulmuşdu.